Bundan bir qədər qabaq bizə daim rəylərdə Quranda niyə qardan, dinozavrlardan, yaradılışdakı bütün hər şeydən tək-tək danışılmır deyə sual gəldiyindən, Quranda niyə hər şeydən danışılmır deyə bir video hazırladıq. Bir müddət sonra bu videonu izləyənlər də belə bir sual yaranacağını düşündü. Əgər Quranda hər şeydən açıq şəkildə danışılmırsa, bəs niyə Quranın məalında bu kitabda heç bir şeyə əksik buraxmadı və ya yaş görə heç nə yoxdur ki, apaçıq kitabda olmasın kimi ayələr var. Bu ayələr ola-ola necə deyə bilərik ki, Quranda hər şeydən danışılmır? Əvvəla ilk başda onu deyək ki, bəli, Quranda heç bir şey əksik buraxılmayıb. Yaş, quru, hətta kainatın yaranmasından ta indiyənə kimi, hətta bu dünyanın sonuna, qiyamətə kimi hər şeydən danışılıb. Amma necə? Quran bütün insan təbəqələrinə xitab etdiyi üçün üzdən oxusaq, təməl əsas bilməli olduğumuz məsələlərdən bəhs etdiyini görəcəyik. Allaha şərik qoşmamaq, peyğəmbərlərin həyatı, onların həyatından almalı olduğumuz dərslər, ibadət, əxlaq və s. kimi. Bəli, Quranda hər şeydən danışılıb, amma müxtəlif dərəcələrdə. Hər kəs hər məsələni içində görə bilməz. Məsələn, bəzi məsələlər Quranda sərahətən anladılır. Yəni bir növ açıq şəkildə başa düşülən tərzdə. Bəzi məsələlər ibhamən anladılır. Yəni üstü qapalı şəkildə. Və ya bəzi məsələlər işarətən anladılır. Onun belə dərəcələri var. Məsələn, mən bir şeyə sözümlə də işarə edə bilərəm, qaşımla da, gözümlə də, barmağımla da. Bununla belə hətta ixtar tərzində də. Yəni bir növ Allahın bəzi qullarına ehsan etdiyi, ilham etdiyi, ixtar etdiyi mənalardır. Məsələn, huruf-u müqatta hərfləri kimi əlif, ləm, mim və ya yə, sini örnək göstərmək olar. Hətta Risalə Nurda bir qavlə görə Kitab-ı Mübin, yəni yaradılmış bütün hər şey Qurandan ibarətdir. Yaş və quru hər şey içində bulunduğunu bu ayət-i kərimə bəyan edir. Hər şey içində bulunur. Fəqət hər kəs hər şeyi içində görəməz. Zira müxtəlif dərəcələrdə bulunur. Bəzən çəyirdəkləri, bəzən nüvələri, bəzən icmalları, bəzən düsturları, bəzən əlamətləri ya sərahətən, ya işarətən, ya rəmzən, ya ibhamən, ya ixtar tərzində bulunurlar. Və ya başqa bir yerdə Quran-ı Kərim zahirən və batinən, nəssən və dəlalətən, rəmzən və işarətən hər zamanda vücuda gəlmiş və ya gələcək hər şeyi ifadə edir. Yəni qısaca Quranda hər şeydən bəhs olunduğunu Allahın izni ilə imanımız nisbətində görə bilərik. Bəlkə ayələrdə, bəlkə ayələrin hərflərində, bəlkə ayələrin rəqəm olaraq olduğu yerdə və ya bir ayədə tək bir şeydən bəhs eləyər, amma bütün dövrlərə minlərlə fərqli məsələyə işarə eləyər. Ümumi olaraq indiyənə kimi çəkdiyimiz və çəkəcəyimiz videolarda bunu azdan çoxdan göstərməyə çalışırıq. Tək bu məsələni bir cümlə ilə ifadə eləyəsi olsam, Quran-ı Kərim bəzən bir dənizi bir ibrikdə, yəni bir növ su qabında göstərər.